Təbii olaraq Qədirxum hadisəsi yalnız müəyyən bir coğrafiyada qalmadı. Hətta Peyğəmbərin vəfatından sonra bir çox səhabələr Qədirxum məsələsinə istinad edərək Əli ibn Əbi Talibin imamət məsələsinə işarə etmişdi. Nəinki səhabələr, hətta tabiinlər. Məsələn, məşhur səhabələrdən olan Huzeyfə ibn Yaman Qədirxum məsələsinə işarə edərək səhabələr arasında Əli ibn Əbi Talibin imamətini dəstəkləmişdi. Bu barədə bir çox mənbələr bildirir ki, Huzeyfə səhabələrə xitabən dedi ki, Allaha and olsun, mən Qədirxumda Peyğəmbərin qarşısında oturmuşdum. Mühacirlər və ənsarlar da o məclisdə idilər. Peyğəmbər İmam Əlini çağırdı və onu sağ tərəfində əyləşməsini bildirdi. Sonra buyurdu ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Demək, Qədirxum məsələsi Peyğəmbərdən sonra səhabələr arasında ən aktual müzakirə olunan məsələlərdən biri olmuşdu.